Salam aleyküm dostlar. Deməli biz çox bir maraqlı bir şəxsin videolarına reaksiya bildirəcəyik dostlar. Sizcə bu adam kimdir? Dostlar bu oğlanda zarafat qurtarmır. Bu oğlan konkret temadır da. Yəni dostlar bugün Hilal Əlizadə videolarını izləyəcəyik dostlar. Bizimlə əylənmək, bizimlə gülmək istəyirsinizsə zəhmət olmasa video keçməzdən əvvəl kanalıma abunə olmağı unutmayın dostlar. Aşağıda subscribe yazılan yerdən zəhmət olmasa tıklayın. Dostlar keçid edək videomuza. Mama zəng ediblər, ses salmıyor. Analar zəng edər. Adə, ay köpəyoğlun balası, ay anasız yetimkən. Ay, yaxşı Mən oldu. sənə nə qədər demişəm ki, mən zəng Çox sağ ol, eləyəndə çox telefona sağ ol. cavab ver. Yemin yemişəm, narahat olma. Nöş cavab verirsən, nöş bu telefonu götürmürsən. Hə, Düz yaxşı, eləyirsən, yaxşı ədəb oldu. eləyirsən, mən anayam da. Can ana, can. Mən Sağ ol, yığmalıyam, çox mən sağ nə ol. sizi? Məni sayan kimdir? Bax, istəyirəm müdürə deyim. Dostlar yəni ki yəni məndə əksinədir. Məndə yəni ata zəng eləyəndə, yəni ağzından gələn deyərdi. Ancaq yəni məndə ana məndən çox mülayim danışır. Yəni məndə əksinə olur. Yəni ata deyən kimi elə bir dəqiqə keçmir evdə olursan da, yəni konkret, yəni dünyanın hansı yerində olursan ol, işınlanırsan da. Ancaq yəni dostlar, valideynlərinizin qədrini bilin əsas. Bax, istəyirəm müdürə deyim, maaşımı qaldırsın, hə. Məncə ağız açmayı qaldıran deyil. Bir. Müdür, mənim maaşımı qaldır da. Qaldırmıram. Sən yeyirsən. Çox cəsarətli təşəbbüsdür. Bəyəndim bunu. Doğrudan. İndi sən cəsarətli təşəbbüs Hə, nə edirəm. doğrudan 5 fışıq Uşaq, mən 5 dəqiqə gedim, gəlirəm. Aha, görək burada nə məsələdir. Uşaq, mən 5 dəqiqə gedim, gəlirəm. Siz də tanış olarsınız. Yaxşı, yaxşı. Ortaq tanışdığımız Sən hara uşaqsan belə? Bura uşağı, brat. Nə soruşdun ki? Məhəmməd tanımırsan? Məhəmməd Hündürboy. Biraz belə keçər. Keçər, həri. Tanıyıram, nə tanıyıram. Biz oyuna eyni məktəbdə oxumuşuq da. Hansı məktəbdə? Burada 555-də. Doğrudan. Sağ olsun. Varapskoy qaqalarının Yaxın danışığı. qardaşdır. Hə. Həri. Uşaq, mən 5 dəqiqə gedim. Ne? Aha. Məniş qardaş. Salam aleyküm. Qardaşım işə gecikirəm. Qaqam O var, temanda məni da, düşürə bilərsən, qaqam. yoxsa? Xahiş edirəm. Dur, rəddə ol ala buradan. Olmadı. Yekə oğlansan, elə söz deyərlər. Qardaşım bir dənə kapota at. Bildim nə temada burada. Yoxla indi. Xotlandı, brat. Qardaşım yəqin ki indi düşürdərsən də mən. Qardaş bir şey yadıma çıxdı. Bilmirəm o video var. Deyir 1 lira be abi 1 lira. Bu Eldar harda qaldı? Ayata. El dardısa, 2 el verim. Ömür boyu dişlə dırnağına zəhmət çək. Özünə qıymadığı bu küçüyə qıy. Maddi mənəvi bunun yanında ol. Bu da axırda gəlib belə düşük zarafatlar eləsin. Mən harda nə səhv elədim ki, sən belə adam oldun? Ayata, onsuz da sənin başdan verdiyin tərbiyə səhv idi də. Mən deyirdin ki, çıxart pistoleti və əmilərə göstər, əmiləri söz zatə. Nə oldu? Yəni heç də yəni uşaqlara öyrədiləsi şey deyil. Yəni çıxart nədir nəyə göstərmələri. Yəni düzgün tərbiyə deyil, xahiş edirəm. Uşağınızı çıxardın küçələrdə oynasın, eləsin, yəni küçəni görsün, o vəziyyəti, o avranı görsün, ancaq o pis sözləri öyrətməyin də dostlar. Fikrimi dəyişdin, nə şükür? Atlansın. Aha. Bu atadan da bu çıxacaq da. Görək buradan nə Bayra məsələdir. sıxıram, hara gedirsən? Kimdən gedirsən? Nöşün gedirsən? Neyniyəcəksiniz? Nə vaxt gələcəksən sən evə? Ayata, Aha. bayra sıxıram. Aha. Heyecanlanlar dostlar. Sən kimsən, hə? Uşaqlıq Ay. Dostlar, yəni şaxlımızda hamımızın başınıza gəlib. Yəni hər bir kət bu macəraları əminəm ki, heç olmasa bir dəfə yaşayıb. böyüməyə tələsirdim. Qaqam. Elə bilirdim ki, böyüsəm istədiyim qədər şirniyyat yeyəcəm və bu məni xoşbəxt edəcək. Amma böyüyəndən sonra fikirli başlana qədər şirin yesən də
xoşbəxt ola O bilmirsən. zaman indi də yəni Heç düzünə şirniyyatdan qalsa ötürü bazarlıq alıram da, edəndə nə şirini edeyim? də almıram. İndi də uşaq kimiyəm. Çünki böyüdükcə başa düşmüşəm ki, ziyandır. Ümumilikdə valideynlərimizin böyüyəndə başa düşərsən sözünü başa düşməyə başlamışam. Sən demə gecə tez yuxuya getmək yaxşı şeymiş. Ev yeməkləri ən xeyirlisidir. Bişirilməsi vaxt alsa belə. Telefonda qurtlar Yəni vallahi düz deyir. Yəni ki, məsələn mən uşaq vaxtı yatmaq bilmirdim. Yəni yeməyimin bir nizamı düzəni yox idi, necə deyirlər. Yəni məsələn indi də həqiqətən başa düşürük ki, yəni tez yatmaq böyük xeyri var. Yəni səhər-səhər durub hamımız işə gedirik, mən qarışıq. Yəni yorğunsuz oldun, yəni halın da olmadı, nə işə həvəsin olur, nə də ki motivasiyan olur günə. Yəni əsl o motivasiya edici videolar var ha, yəni ki qardaş əməl eləyim də. Düzünü deyirlər, nə deyirlər, düzünü deyirlər. anan dediyi kimi səni kor eləməsə də beynini kor eləyir. Soyuq havada papaq taxanı baş ağrılarım yoxa çıxıb. Pulumu boş-boş şeylərə xərcləmirəm. Çünki yaşa gəldikcə atamın nə boyda zəhmətlə pul qazandığını başa düşdüm. Arxanca qabları yumaq və yatdığın yeri yığmaq sənə gün boyu ananın nə boyda əziyyət çəkdiyini göstərir. Buna görə də gələcək həyat yoldaşının Əlbəttə. zəhmətinə qiymət verəcəksən. Böyüdüm, başa düşdüm. Kimin ardınca bloggerlər. Üzr istəyirəm. Sizi tanımadım. Siz bloger değilsiniz. Xeyr qardaş. Necə indiki zamanında əlində hər telefon olan bloger olur. Mən sizi tanımadım. Onlar sizə şəkil çəkdireyim. Əlbəttə olar. Üzr istəyirəm. Bir də heç kim yəsiz Dostlar mən təzə başlayanda deyirlər, bloggerə, YouTuber olub nə qarasın, özün niyə biabır edirsən? Dostlar fikir verməyin. Yəni vallahi fikir verməyin. Özünüzə güvənin. Əsas odur özünüz olun. Yəni mən necəyəm eləyəm. Yəni ki aktyorluq eləmirəm də necəyəm eləyəm, danışığım belədir. Məsələn, hərəkətlərim necədir, elədir. Çalışmaq lazımdır izləyicilərlə maksimum səmimi olmaq. bir şey olsun. Hoş gelmişsiniz. Ben bugün benim yanımda meşhur blogersiniz. Tanıyorum ben de sizi. Ama sizi tanımadım. kardeş bloger değil tanınmır. Hele şey olur zaten. Ben şoktayım. Ah bu necə olur? Necə yəni qardaş 9-6 işləyirik. İşləyirik, necəyəm işləyirik? Sizdən başqaları da var. Əlbəttə. Tanıdım bəli. Sana nə kalam eləyəm. Əziz izləyicilər, yəni YouTuber olmaq asan bir iş deyil. Yəni mənim bir müddət əvvəl 190 abunəm var idi. Yəni bar-bara bağırırdım ki, zəhmət olmasa olar 200 abunə olun. İndi 210 abunəm var hal-hazırda dostlar. Yəni dırnaqlarımızla qazıya. Yəni bu birdən-birə olan bir şey deyil. Yəni buna əziyyət lazımdır, səbr lazımdır. Yəni adam var düzdür 4-5 videodan partladır. Yəni onun ya fitridir, istedadı olur ya da ki yəni çıxır yəni twerk oynayır indi ki nədir zarafatsa deyil. Yəni elə partladır ya bir yerini oynadır ya da nə bilim nə. Amma dostlar biz çalışırıq ki, əziyyətimizlə, dırnaqlarımızla qazıya, yəni sizin sayənizdə gedib bir yerlərə çatmaq istəyirəm. Yəni kanalın əsas məqsədi düz, yəni gülməli arada videolar paylaşsam da, yəni Azərbaycanın ruhu cənnətində olmayım. Yəni mənim əsas məqsədim odur. Gedim başqa ölkələrdə araşdırın, gizəmli yerləri çəkin, maraqlı yerləri çəkin, nə bilim gedim hər hansı bir mağaraya düşürüm, nə bilim o Dəli Bal videosu var idi, ruhu cənnətinə. Elə yerlərə gedim. Yəni bunu öz sırf araşdırmalarımla, öz əziyyətimlə çalışıram ki, sizlərə təqdim edeyim. Gələcəkdə yəni sponsordan zaten tapılar indi. Hədə eləyərik də. Nəysə, davam edeyim. Siz necə dolanırsınız? A necə yəni necəyi? Mən özümü seçirəm. Düzgün rejimi, stabilliyi, sağlamlığı seçirəm. Sizin süni məşhurluq Mən mənə məsləhət maraqlıdır. verirəm. Siz bu gün varsınız, sabah yoxsuz. Amma dünya bizim kimi sadə insanların şotuna fırar. Amma ki bilsən nə var? Biz olmasaq, siz də olmazsınız. Bəs siz indiki zamanında ilə necə ayaqlaşırsınız? Bu nə sualdır qardaş? Mən geyəm. Bu bir yaxdan dinlədə. Saç çəkdirməyən adam. Oy da gedin. Dostlar, bunun nə əlaqəsi vardı? Yəni axırda o sözü niyə dedi? Ona görə burada nə məsələdir? Sual. Sevdiyin oğlan necə biri olmalıdır? Hündür olsun, pullu olsun, bədənli olsun, ağıllı olsun. Belə də Kilo bildirmək, kartof, amma kilo soğan Azərbaycanda istənirsən. minimum maaş 400 manatdır. Kişilərin orta boyu isə 1.72-dir. Yəni sənin istədiyin adamlar cəmi 1%-ə düşür. Bəlkə də 1%-dən də az. Olsun da, məndən isə bir dənədir. Yaxşı, bunu da başa düşdüm. Qayıqlar bədən mövzusuna toxunmuşdur. Bilirsən ki, zala gedib nəticə alan insanların sayı cəmi 1-2%-dir. Yəni sən istədiyin adam həm Yunan tanrısı Ay qız, bəsdir də. kimi görsənməlidir. Həm Da Vinci qədər ağıllı olmalıdır, həm də İngiltərə Premyer Liqasında oynayan futbolçu ilə eyni qazanmalıdır. Yaxşı, bəs sən əvəzində ona nə verəcəksən? Necə yəni nə? Qəşəng Axşamdır, yəni çox
Gülmək istəmirəm. Neyse. Damat da yatıb. Qardaşım bir dənə fokus öyrənib. Gəl istəyirsən göstərim sənə. Əli qədər sən göstər maksimum görə. dominant Çıxart atış görə görürsən. aləti görə nə Yox, sənin göstərirsən. maraqlı söhbətdir. Yaxşı göstər Görə görək. ruç. Aha, ruçkanı çıxart. Amma məsələ sən Hər mən. Gördüm də ruçkanı soxdun köynə evin içinə. Əslində bunlar hamısı sənin diqqətini yayındırmaq üçün idi. Kaşalok var. Biz əlində qalmışıq da sənin. Pullarım anı. Aha. Oy oy oy. O sana. Bəs istəyirsən pulum yoxdur, borcumu qaytar da. Qağam konkret temada, qağam sən halal. Yəni nə deyim? Sən Ramoy Большое сердце. Aha, atam 35 yaşında. Harika. İndiki 35 yaşlılar. Kofedəki süd vaxtı ozayla idi. Bəli qardaş. Yox, Mən sizə gluktoza. demişdim axı. İndi yenə depressiyaya düşəcəm. Can ölərəm elə. Dostlar, hələ də mənim kanalıma abunə olmayıbsınız. Onu da zəhmət olmasa aşağıdakı subscribe butonundan tıklayasınız dostlar. Yəni zəhmətdən keçir, yəni əziyyət də olmasın, yəni dayanaraq da sizə də əziyyət verir, ürəksiniz siz dostlar. Gözəl mənzərədir. Razısınız? Elədir ki var. Çox gözəldir. Heyf ki bu mənzərəni görmək hər gün nəsib olmur. Təbiət öz varoluşuna insansız davam edə bilər. Amma insan Qızıl təbiətsiz sözlər yox. qaqamına. Təəssüf ki, beton cəngəlliklər arasında yaşamaqdan biz də daşlaşmışıq və özümüzə düşmən kəsilmişik. Çünki insan yaradılışdan yox, çox güman ki özünü məhv etməkdən zövq alır. Çox Elədir doğru ki, qeyd var. etdiniz. Xoş oldu bu söhbət. Qarşılıqlıdır. Mənə də. Dostlar, yəqin ki belə səmimi söhbətlər ancaq yəni təbii ehtiyacını ödəyəndə yalda düşür, yoxsa nə bilim. Hə, afsansan nəsən gəl görüm bura. Buyurun bəy. Yeməklərdən Ürəyində adın deyə kim qaydasındadır. quşdadır da qan. Hə, nə bilim, heç də qaydasında deyil. Hər şeydən narazıyam. Heç də yolunda getmir. Deməli, Belə mənim Ha, nə yaxşı belə şeyləri bilirsən. Mənim qoyun şeysənsən. Hə, mən əslində ali təhsilli psixoloqam. Sadəcə olaraq indi iş tapa bilmirəm, ona görə gəldim. ali təhsilli sözlər deyəcəyin də buna. Bir də ki, Gözləyin. bir də ki, Aha. Sənin atan uşaqlıqda sənə pis davranıbsan, bu o demək deyil ki, sən də gəlib bizə pis davranmalısan. Oy oy oy. Sən hər dəfə bura gələndə sənin stəkanının içinə balaca eybəcər, nəcis. Hətta tək mən yox, bütün bizim kollektiv sənin stəkanının içinə. Sonra məsələn sən mənsən. zarafat edirəm bəy, narahat olmayın. Mən psixoloq deyiləm. Aha, yaşlı qadınlar. Ay, aha. Qarın doydu, sakitləşdi də. Küçədə qalıb onun mən bu oynayır, qız yoxdur. Ona görə adam dərd çəkər. Allah rəhmət eləsin, ölüm dalınca danışmayacaq. Yəni indi özünüz gördünüz də. Yəni bu blogerlər yallığı əks etdiriblər bu videoda. Yəni necə deyim, ehtiyac yoxdur. Nəyə lazımdır? Yəni düzdür, ilk başlardan pis olarsan, kövrələrsən, eləyərsən, ancaq yəni dostlar bu belə pis çıxmasın, A1 çəkilərimizdən də üzr istəyirəm. Bu teatr qurmaq lazım deyil valla. İnsanlar var, yəni soruşurlar ki, o günü falan yasında heç ağladım var, nə tər ağladım? Necə ağladım? Ya da soruşurlar, ölüm, o gün falan kəs avtandilin zadına nə tər ağladım? Yox bir, lazım deyil. Özümdən sağ bakavur, qoydum aşırdım axı. Özü sataşdı mənim. Oyda. Eləmirdim. Özü gəldi qol atmağa başladı. Mən sözün için mutarız. Düşünüb prosta saat danışdı. Sən qolundan tutmasaydın, sən bura cırıq-cırıq eləyirdin, o özümə. Girdim ayağına, qaldırdım 3 xallıq da başsa. Ala bax mən zala girəndə, bunlar Harika. Ümidvaram ki, mənlə bir yerdə bu videodan zövq aldınız dostlar. Tək ki, gülüş üzünüzdən əksik olmasın. Allah sizə uzun ömür, can sağlığı versin. Qaldırın,
nə danışıram. Dostlar, zəhmət olmasa belə videoların davamını gəlməyini istəyirsinizsə, zəhmət olmasa kanalıma abunə olmağı unutmayın dostlar. Bəyənsəniz bildirimləri açıq qoyun. Hələlik gələn görüşənədək.